Əməliyyatımız uşaqlıqda residiv verən hiperplaziya ilə bağlıdır. Xəstə uzun müddət qan itirdiyindən qan dəyərləri çox aşağı düşübdür. Xəstə ilə artıq bir 10 günə yaxındır ki, məşğuluq. Həm qaşımışıq, həm də uşaqlıq küretaj olunubdur. Eyni zamanda qan köçürülüb, təyinat verilib. İndi əməliyyat üçün artıq şərait yarandığı üçün uşaqlığı çıxardırıq ki, xəstə gələcəkdə ağırlaşmalardan, qan itirmədən azad olsun.